Herkese salam, kanalımıza xoş gəlmisiniz. Dəyərli izləyicilərim, bu videoda mən nehrə yağının hazırlanmasını çəkib sizinlə paylaşmaq istədim. Kanalımda nehrə yağının hazırlanması videosu var. O videoda çoxluca suallar gəldi. Ölçüləri barədə, nehrəni hardan almağın barədə. Mən də istədim ki, bu videonu yenidən çəkim, sizinlə paylaşım ki, sizin suallarınıza da dəqiq cavab verim. Və burada nehrə yağını neçə litr süddən nə qədər yağ əldə edirəmsə, onu sizinlə dəqiq paylaşacağım. Keçək hazırlanmasına. Mən burada 2 qazanda 10 litr süddən qatıq hazırlamışam və 10 litr süddən nə qədər yağ çıxırsa, onu sizinlə çəkib dəqiq paylaşıram. Qatıqları mən nehrənin içərisinə əlavə edirəm. Qeyd edim ki, südü bişirib qaynadıb, qatıq hazırlamışam və bir gündə qatıqları soyuducuda gözlətdikdən sonra artıq nehrə yağı hazırlayıram. Əgər bərk daş kimi qatıq hazırlamaq istəsəniz, YouTube-a Arzu Mustafayeva yazıb, bərk daş kimi qatığın hazırlanması videosunu tam dəqiq izləyə bilərsiniz. Bu arada dəyərli izləyicilərim, hələ də YouTube kanalımıza abunə deyilsinizsə, kanala abunə olub, videonu bəyənib, bildirişləri aktiv etməyi unutmayın. Dəstək olan hər bir kəsə çox təşəkkür edirəm. Gördüyünüz kimi qatıqları nehrənin içərisinə əlavə etdim. İndi isə hələ qatıqlı qabın içərisinə yarısından soyuq su əlavə etdim və yarısında qaynar qəfədandan qaynar su əlavə edirəm. İsti halda olan suyu qatığın üzərindən əlavə edirəm. Onu da qeyd edim ki, dəyərli izləyicilərim, qış aylarında isti su əlavə edirlər nehrənin üzərinə, tez olsun deyənə, tez yağ başa gəlsin deyənə. Yayda isə isti su əlavə etmək olmaz, yalnızca soyuq su. Burada da nehrənin qapağını kip bağlayıb nehrəni işə salıram. Yağ hazır olana qədər fasilələrlə, arada fasilə verərək yağ hazır olana qədər nehrəni işlədirəm. Rəylərdə məndən nehrənin adını soruşurdunuz. Budur, çəkib sizinlə də paylaşmaq istədim. Nehrənin adı budur, üzərində olan yazılar budur. Yəni fərqli də ola bilər, vacib deyil ki, eyni bu yazıdan olsun üzərində. Mən nehrəni öz yaşadığım rayondan almışam, Quba rayonundan. Siz də öz yaşadığınız ərazidən əldə edə bilərsiniz. Yəni çox yerlərdə satılır. Elektrik əşyaları satılan yerlərdə olur. Ev əşyaları satılan yerlərdə olur. Yəni çox yerlərdə satılır. Nehrəni bir neçə dəfə işlətdikdən sonra artıq yağ hazır olur. İndi isə mən bura soyuq su əlavə edirəm. Qeyd edim ki, soyuq suyu da ona görə əlavə edirik ki, qatıq artıq ilıq haldadır. Yağları toparlamaq üçün, bir yerə yığmaq üçün soyuq su əlavə etmək lazımdır. İndi isə mən bura təxminən bir 3 litr soyuq su əlavə edirəm. Yenidən qapağını kip örtüb nehrəni işlədirəm. Artıq hazırdır. İndi isə yağı çıxardıb soyuq suyun içərisinə əlavə edirəm. Qeyd edim ki, soyuq suda çox soyuq olmalıdır. Mən hətta içərisinə soyuducudan çıxardıb buz da əlavə etmişəm. Əlimlə yaxşıca yağın ayranını sıxıb soyuq suyun içərisinə əlavə edirəm. Və qeyd edim ki, yağı bir neçə dəfə soyuq su ilə yaxşıca təmiz yumaq lazımdır. Budur dəyərli izləyicilər, 10 litr süddən əldə olunan yağ. İndi isə tərəzidə ölçüb dəqiq ölçüsünü sizə bildirirəm.
Burada boşqabın çəkisini çıxıram. Yağı ölçürəm. Yağ 300 qram, 365 qram tam-tamına yağ əldə olundu. 10 litr süddən 365 qram yağ çıxdı. Burada isə qazanda yağın ayranını qaynadıb nəhrə şoru hazırlayıram. Qeyd edim ki, nəhrə şoruda çox ləzzətli bir şor alınır. Dəyərli izləyicilərim, yenə bir videonun sonuna gəldik, çatdıq. Videom əgər xoşunuza gəldisə, kanalıma hələ də abunə deyilsinizsə, abunə olub, videomu bəyənməyi, yaxınlarınızla paylaşmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Video ilə bağlı nə sualınız olarsa, yenidən rəylərdə yazıb bildirə bilərsiniz. Mən də bacardığım qədər cavablandıraram. Sağ olun, gələn videolarda görüşmək ümidi ilə.